Salam hörmətli izləyicilərimiz, yeni model Drying Box-larımız gəlir. Drying Box-un nə olduğunu yəqin ki, bilənlər bilirlər, ustalarımız bilir. Bilməyənlər üçün anlataq ki, Drying Box-lar kanalizasiya sistemini padval şəraitində olan, ümumi hökumətin kanalizasiyasının səviyyəsindən aşağıda olan yerlərdə quraşdırılır ki, kanalizasiya ümumi su bura yığılır və burada motor vasitəsilə vurulur kanalizasiya sisteminə. Hal-hazırda gördüyünüz Espa firmasının İspaniya istehsalı olan Espa'nın Drying Box-larıdır. 2 ədəd bak bir-birinə bypass vasitəsilə birləşik vəziyyətdə gəlir. Bir bakımızın tutumu 300 litrədir. Hər bakın içərisində bir ədəd nasosumuz var. Nasosumuzun maksimal vurduğu 24 ton və 14 metr hündürlükdür. Pano vasitəsilə idarə olunur. Həm növbələşməsi var, həm amperajdan qoruması var. 2 ədəd çıxışı var, tək-təkdə qoşula bilir. İkisi eyni anda da bir xəttə qoşulub, bir xəttə də verə bilərik. İçərisini çəkək bakımızın. Bakın içərisində 2 ədəd paplovok var. Paplovoklar səviyyə olaraq bir-birindən fərqli qoyulubdur. Biri aşağıda, biri yuxarıda. Paplovokun biri qoşduğu anda motorun biri çalışır. Söndürdü, təzədən ikinci səfər qoşanda avtomatik olaraq növbə ilə ikinci nasosu işlədir. Və əgər çatdırmazsa, ikinci paplovok qalxarsa yuxarı, ikinci paplovokun yuxarı qalxanda avtomatik olaraq ikinci nasos çalışır. Maraqlananlar Əhməd Əcəbi küçəsində ünvanımız yerləşir.